kanalıma hoş geldiniz. Ben Ruhi. Uzun aradan sonra yeniden YouTube'dayım. Çok şükür yarabbim. Ki buraxılış imtahanına sayılı günlər qaldı. Artıq geridə qalan müddətdə blok fənlərini bir kənara qoyub buraxılış üzərinə köklənmək lazımdır. Məsləhətim o deyil ki, blok imtahanına hazırlaşmağa birdən-birə dayandırım. Bu həqiqətən də heç içatsız bir nəticə verməyəcək. Çünki mən abituriyentlik dövründə ədəbiyyat və tarixi bir aylıq müddətə dondurmuşdum. Heç birini oxumurdum. Amma buraxılış imtahanından sonra yenidən tarix oxuduğum zaman əvvəlki mövzularda yavaş-yavaş beynimdən silindiyinin fərqinə varmışdım. Buna görə də məsləhətim odur ki, paralel aparmağa çalışmayın. Blok imtahanı biraz arxa fona atın. Amma çalışın ki, heç olmasa həftədə bir dəfə açıb o tarixi təkrar eləyəsiniz, ədəbiyyatı təkrar eləyəsiniz və yaxud da digər qruplardansınızsa, birinci qrupda məsələn fizikadır, kimyadır, informatikadır, ikinci qrup coğrafiyadır. Əsla kənara atmayın, əsla. Ben aslında yoğum. Bence sen ruh hastasısın. İlk öncə onu deyim ki, mənim imtahana hazırlıq dönəmində metodlarım, üsullarım bir fərqli idi. Hansı ki, mən artıq imtahan az qalmış, 2 ay, 1 ay müddət qalmış buraxılış fənlərindən söhbət gedir. Müəllimlər evə nə verirdilərsə, o tapşırıqları yerinə yetirdim. Özüm əlavə evdə açım kitabı qayda təkrar eləyim, ingilis dilindən bir təzədən oturum, toplunu təzədən işləyim, Azərbaycan dili oturub toplunu təzədən işləyim, riyaziyyatı təzədən işləyim. Bu tipli şeylər etmirdim və yaxud da fərqli nəşrlərdən işləyim. Bu tipli şeylərlə getmirdim yəni mən. Düzdür, bunu etsəz çox yaxşı olar. Sizin üçün mükəmməl bir təkrar üsulu idi. Sadəcə mən ehtiyac duymurdum. Çünki artıq Azərbaycan dilindən demək olar ki, biz toplunu 3-4 dəfə bitirmişdik. Hələ 11-ci sinif dövründə 3-4 dəfə bitirmişdik. İngilis dili eyni şəkildə, riyaziyyat eyni şəkildə. Yəni mən onu təzədən işlədiyim zaman bunun mənə bir qatkısı olmayacağını bilirdim. Buna görə də üsulum sınaqlar idi. Mənim sınaqlar üsulum mənim buraxılışı az qalmış bir müddətdə 25-i keçməyimi, ingilis Azərbaycanla 25 keçməyimi, riyaziyyatında isə 20 plus yazmağıma köməyini göstərmişdi. Ben sana bir şey söyleyeyim. Kapat. Hiçbir şey bildiğim yok. İndi keçək mənim imtahana hazırlıq müddətində həmin dediyim bu sınaq üsulu, sınaq metodu necə idi? Elə bir ki, bizim imtahanda artıq zonalar açıqlandı, imtahan nə vaxt olacaq, bununla bağlı məlumat verildi və mən hesabladım ki, 50 gün imtahana vaxt qalıb. Həmin bu 50 günü də təkrar üçün mükəmməl şəkildə təkrarlamaq üçün yəni hazırlamışdım. Amma sonradan mən o plandan uymamağa başladım. Necə hazırlamışdım bu planı? Hər kəs kimi toplunu qarşıma məqsəd qoymuşdum. Riyaziyyatdan ingilis Azərbaycanda toplunu yenidən işləyib bitirmək. Çünki artıq biz riyaziyyatda ikinci isə toplunun axırlarındaydıq. İmtahana 50 gün müddət qalmış. Azərbaycanda ingilis dildə həmin şəkildədir. Bəlkə də ingilis dilini bitirmişdik, yenidən işləməyə başlayacaqdıq. Mən də deyirdim ki, bunlara əlavə olaraq ekstradan mən də işləyim. Bu şəkildə mənə bəlkə bir qatqısı olar deyə düşünürdüm. Amma çox heyif ki, motivasiyadan düşdüm və bunu işləmədim. Plan yarıda qaldı. Bütün səmimiyyətimlə, bütün dürüstlüyümlə sizə deyirəm ki, riyaziyyatdan mən hər zaman çətinlik çəkmişəm. Riyaziyyat mənim hər zaman yaralı yerim olub. Hətta 11-ci sinifin ilk aylarında, sentyabr, oktyabr, noyabr aylarında mən riyaziyyat sınaqlarından maksimum 12-13 yazırdım. Yəni 25 sualdan 12-sini 13-ünü düz yazırdım. Bu çox böyük mənim üçün demotivə kimi bir şey idi. Məni motivasiyadan, ruhdan salırdı. Bunun da tək çıxar yolunun sınaqlar olduğunu mən gec fərqinə vardım. İmtahana 45 gün vaxt qalmış, mən fərqinə vardım ki, bunun səbəbi sınaq işləməməkdəymiş. Bilirsiniz necə idi? Məndə belə idi. Məsələn, deyirəm, adi və onluq kəsrlərdən mövzunu götürdüm, işlədim. Topludan işləyirdim. Maksimum 2 dənə, 3 dənə səhvim çıxırdı. Məsələn, 70 sual idi, 80 sualdı. Maksimum toplasaq 2 dənə, 3 dənə səhvim çıxırdı mənim. Əksəriyyət düz olurdu. Amma sınaqda həmin sual gəlib mənim qarşıma çıxsaydı, mən o sualı səhv yazırdım. Bunun səbəbini bir türlü anlaya bilmirdim ki, bu nədir? Sən demə sınaq işləməməkdəymiş. Yəni sual tipini artıq tez-tez görməyə alışmalısan ki, riyaziyyat sənə rahat gəlsin. Riyaziyyatı anlamaq deyilən bir qavram yoxdur. Sadəcə riyaziyyatı öyrəşirsən. Riyaziyyat sənin üçün alışqanlıq vəziyyətinə gəlir. Buna görə də artıq riyaziyyat sənin üçün rahat olur. Beynin tez-tez işləməyə başlayır. Riyazi suallar görəndə, riyazi əmsallar görəndə beynin dəqiqəsinə sürətlənir və o misalı rahatlıqla həll edirsən, o tapşırığı rahatlıqla həll edirsən. Mən bunu anladıqdan sonra, artıq sınaqları işlədikdən sonra başa düşdüm ki, mənim tək mənfi yönüm oymuş ki, mən sınaqlar işləmirdim. Bunun gec fərqinə varsam da əsas odur ki, fərqinə varmışdım və yolumdan dönüb, səhvimdən dönüb riyaziyyatdan sınaqları artırmışdım. Yəni imtahana qədər hər gün sınaqlar işləyirdim. 85-ə yaxın, 90-a yaxın sınaq işləmişdim mən riyaziyyatdan.
Azərbaycan dili və ingilis dili də mənim üçün eyni şəkildə idi. Azərbaycan dilindən qaydam hər zaman full olurdu. Yəni mənim Azərbaycan dilində qaydada maksimum 1-2 dənə sınaqda olsa, qaydada 1 dənə 2 dənə səhvim olurdu. İngilis dildə eyni şəkildə qaydanı həmişə onlarda full yazırdım. Mənim problemim ingilis dilindən listening və readingdə idi. Bunu da anlamırdım. Bütün gün qayda işləyirdim. Həqiqətən də sizə məsləhətim odur ki, az müddət qalıb günə ən azı 3 dənə listening, 1 dənə reading işləyin. Söz bazarınızı artırmağa çalışın. Çoxlu sözlər öyrənin. Tək yəni qayda ilə yetinməyin. Çünki ingilis dilinin əsasını listening, reading təşkil edir. Siz ən azından o qaydanı bilməsəz belə, o sözü bildikdə, tərcüməni bildikdə qayda yerinə oturacaq. Həqiqətən də bu belədir. Onu tərcümə ilə tapa biləcəksiniz. Məsələn, zamanlar deyil. Zamanlardan biri var qaydanı biləsən, biri var tərcüməsini biləsən, sözün mənasını biləsən. Cümləni tərcümə edə bildikdən sonra artıq qayda da yerinə oturacaq. Avtomatik şəkildə yerinə oturur. Bunu da mən biraz gec anladım. İmtahana az qalmış müddətdə mən demək olar ki, lüğəti hər gün oxuyurdum. Yəni sırf siniflərlə getmirdim. Məsələn, 5-ci sinif lüğəti, 6-cı sinif belə getirdim. Qarşı lüğətlər də gedirdim. Məsələn, listening, reading kitabları var idi. Dünya Nigarın kitabları ola bilər. Bu kitabların arxalarında listeninglərin, readinglərin sözlər olurdu. Və yaxud da Raqif Mərdanovun bəzi kitab nəşrləri var ki, orada da var idi. Həmin o sözləri mən oturub əzbərləyirdim. Yəni sinif getməkdə bəzən insana sıxıcı gəlir ki, bu sözü öyrənmişdim. Niyə yenə öyrəndim? Bu əzbərçiliyə gətirib çıxarırdı. Və ingilis dilindən mən hər gün, yəni yalan demirəm, 5 listening, 2 reading işləyirdim hər gün. Bax, pozlara bax. Triplere bax. Vallahi bilemiyorum. Bax, triplere bax. İngilisindən mən 28 yazmışdım imtahanda. Bunun da əksəriyyəti listening, readinglərində mən qaydadan səhv yazmışdım. 2 dənə sual. Əslində kodlaşdırma səhvi kimi bir şey idi. Növbəti sualın cavabı ilə qarışdırıb yazmışdım. Azərbaycan dilindən çox geniş şəkildə danışmayacağam. Çünki Azərbaycan dilinə bağlı bir videom var kanalda. İstəsəniz kesit edib baxa bilərsiniz. Amma Azərbaycan dilindən də onu deyim ki, mənim mətnlərdən, publisistik mətndə heç bir problemim yox idi. Mənim mətnlərdən bədii mətndə problemim var idi. Ondan sonradan anladım ki, mən arxaik mənşəli sözləri bilmirəm, dialektləri bilmirəm. Bədii təsvir və ifadə vasitələrinin harda necə işlənməsini, bunu dərinliyinə qədər öyrənmək lazımdır. Bu tip şeyləri öyrəndikdən sonra artıq bədii mətnlər də mənə rahat gəlməyə başlamışdı. Bədii mətnlər nağılvari olsa da, rahat görünsə də, oradakı mənanı tutmaq, aydınlığı başa düşmək biraz çətin gəldi. Mən buna görə də daha çox bədii mətnlərə üstünlük verdim. Məsələn, gün içərisində müəlliməmiz 2 dənə mətn verdisə, biri bədii, biri publisistik hər gün işləmək üçün, mən 2 dənə bədii mətndə özüm əlavə işləyirdim ki, bir çətinliyim olmasın. Bir də onu şiddətlə tövsiyə edirəm ki, Azərbaycan dilindən arxaik mənşəli sözlərin lüğətləri olur. Telegram kanallarından da tapa bilərsiniz, Google-da yazıb axtarıb da tapa bilərsiniz. Həmin o sözləri oturun əzbərləyin. Bizim müəllimimiz bizə əzbərlətdirmişdi. Həqiqətən də çox böyük xeyri oldu. Çünki Azərbaycan dilindən açıq tipli suallarda bu olurdu ki, bunun mənasını yaz və yaxud da uyğunlaşdırma tipli suallarda olurdu. Və o daha çox bal apardığı üçün şagirdlərin əksəriyyəti onu yazmaqda çətinlik çəkirdi. Çünki arxaik mənşəli sözdür. Birinin bir mənası var, birinin bir mənası var. Məsləhətim odur ki, arxaik mənşəli sözlər gedin oturun, imtahanı az qalmış təkrar edin, heç bir şey itirmərsiniz. Şagirdlər utanırlar eyni sualı verməkdən müəllimə və yaxud da sualı keçişdirirlər, hə başa düşdüm, fisiyo aydındır. Bunu etməyin. Yəni bir sual sizə qaranlıq qalıb qalmadığını bilmək üçün, məsələn, bu gün bir sınaq işləyirsiniz və yaxud da hər hansı bir test işləyirsiniz. Bu sualı başa düşməniz istənilən fəndən ola bilər. O sualı müəllim izah etdikdən sonra o sualın şəklini çəkin, telefonunuzda qalsın və yaxud da bir vərəqə, bir dəftərin qırağına yazın, amma görə biləcəyiniz bir yer olsun. 2 gün, 3 gün sonra yenidən qayıdın o sualı işləməyə çalışın. Əgər sualı işləyə bilirsinizsə, deməli sual sizə tamamilə aydın olub. Yox, əgər o sualda çətinlik çəkirsinizsə, yenə işləyə bilmirsinizsə, o sualdan əl çəkməyin. O sualı başa düşənə qədər özünüzü izah eləməyə çalışın ki, burada niyə bu belə oldu, burada bu niyə belə oldu və yaxud da müəlliminizə, başa düşən bir şəxsə aparın, göstərin, o sizə izah eləsin. O sualı başa düşməyincə o sualdan əl çəkməyin. Yoxsa həqiqətən də dönüb dolaşıb imtahanda qarşınıza çıxacaq, sonra həqiqətən də peşmançılıq yaranacaq. Ən azından bir müddət var əlinizdə. 4-5 sual artıq yaza bilərsiniz. 2 sual artıq yaza bilərsiniz. Ən azından onu yazmamaqdan daha yaxşıdır. Buna görə də çalışın, əlinizdən gələnin artığını eləyin. İnşallah ki, hər şey yaxşı olacaq, özünüzü rahat saxlayın. Buraxılış imtahanı abartılası qədər çətin düşmür. Orta tipli suallar da olur, rahat suallar da olur, çətin tipli suallar da olur. Orta ilə rahat yazarsınız, çətin tipli suallarda maksimum 4 dənə 5 dənə olur, hər fəndən maksimum deyirəm o da. Çətin tipli necə biraz düşündürücü olur, bir tık düşündürücü olur. Məsələn, bir sualın üstə 1 dəqiqə qaldın, son üstə 2 dəqiqə, 3 dəqiqə qalırsan. İnşallah ki, hər biriniz
Çətin tiplində yazarsınız, asan tiplində yazarsınız, orta tiplində yazarsınız. Hər birinizə güvənirəm, hər birinizə inanıram, hər şey yaxşı olacaq. Sadəcə özünüzü sakit saxlayın, çox həyəcanlanmayın, çox əsəb stres keçirtməyin və sadəcə çalışın. İnşallah ki, buraxılış imtahanından sonra buraxılış nəticələrinizi bu videonun altında gözləyəcəm. Az bir müddətdə olsa, ən azından bir müddət var əlinizdə. 4-5 sual artıq yaza bilərsiniz, 2 sual artıq yaza bilərsiniz. Ən azından onu yazmamaqdan daha yaxşıdır. Buna görə də çalışın, əlinizdən gələnin artığını eləyin. İnşallah ki, hər şey yaxşı olacaq, özünüzü rahat saxlayın. Buraxılış imtahanı abartılası qədər çətin düşmür. Orta tipli suallar da olur, rahat suallar da olur, çətin tipli suallar da olur. Orta ilə rahat yazarsınız, çətin tipli suallarda maksimum 4 dənə 5 dənə olur, hərfəndən maksimum deyirəm o da. Çətin tipli necə biraz düşündürücü olur, bir tık düşündürücü olur. Məsələn, bir sual 1 dəqiqə qaldın, sonrasında 2 dəqiqə, 3 dəqiqə qalırsınız. Belə uşaqlar növbəti videolarda inşallah görüşənədək özünüzə yaxşı baxın, hələlik.